Feryat. İnsanın böyüklüyü bəzən çəkilən əzabın böyüklüyünə bərabər olur. Şəxsiyyətin miqyası, əziyyətin miqyası ilə tən gəlir. Böyük əqidə bəzi hallarda böyük istirab tələb edir. Əsil müdriklikdə həm də əzaba qatlaşmaq, əzabla təmizlənmək, əzabda bərkimək xisləti var. Bəşəriyyət öz keçmişi ilə yalnız gülərək ayrılmır, həm də əzabla ayrılır. Həmin əzab ən çox qəhrəmanlara qismət olur. Qəhrəmanlığın nadirliyi elə bundadır. Qeyri-adiliyə meyil göstərən çox olar. Əzaba dözən, alışan, əzab üzərində qələbə çalan az. Filə-fil əzabı verilir, qarışqaya qarışqa. Xaqaninin dahiyanə həbsiyəsində zindana düşənlərin əhvali ruhiyyəsi qeyri-adi bir hərarətlə ifadə edilir. Bu əsərlərdə istiraba düçar olmuş əzəmətli şəxsiyyətin həyəcanları misilsiz bir vüsətlə səslənir. Şeirlərdə ifadə olunanlar məğrur və coşqun fəryaddır. Fəryad ah-nalə deyildi. Fəryadla insan ucalır. Onun qəlbində yaşayan hisslərin ülviyyətinə, gücünə heyran qalırsan. Fəryad yalnız qüdrətli ürəklərdən qopur. Zindana salınanlar adətən istirabı sızıltı ilə yox, fəryadla bəyan ediblər. Fəryad adi istirabın yox, qeyri-adi əzabın ifadəsidir. Hər səhər qalxar göyə, ah ilə əfqanım mənim. Qərq olar qanda şəfəq tək, çeşmi giryanım mənim. Bu şikayət od püskürən dağın sinəsindən qopub gəlib. Dağa dağ çəkirlər. Şam kimi diş-diş olubdu qıçlarım zənciridə. Çeynəmiş sanki qıçımı, qanlı dəndanım mənim. Oxşayır kündə ayağımda dəyirman daşına. Qanlı göz yaşımla işlər bu dəyirmanım mənim. Şeirdəki ümumiləşmələr heyrət doğurur. Burada yalnız bir şəxsin hiss həyəcanı yox, minlərin ürək çırpıntıları eşidilir. Burada haqsız zindana salınanların faciəsi harayı qoparır. Son dərəcə möhtəşəm, patetik, geniş mənalı obrazlar bir ideyanı ifadə edir. Zindan əzabının hüdudu yoxdur. Onu 100 dəvə karvanı çəkə bilməz. Ancaq insan çəkir. Xaqani fəryadında biz rəmzi məna görürük. Fəryadı yaradan zamandır. Ancaq onu duyan, dərk edən, şeirə gətirən dahidir. Dahi olduğu üçün də sənətkar bir şəxsin fəryadını əsirlərin fəryadına çevirə bilmişdi. Çöp olmuş ayağa sarınan ilan, zəncir, göz yaşından hazırlanmış palçıq kimi obrazlara yüzlərlə faciə sığar. Son dərəcə konkret, canlı və sonsuz dərəcədə geniş, ümumi obrazlar həm Xaqaninin öz halı, həm də ümumən zindandakıların əhvalı. Görmüsənmi ki, sarınsın bir çöpə əfi ilan, əfidir zəncir, ayağım çöp, gedir canım mənim. Ayağa sarınan ilan, zəncir. Bu sözdə qüdrətli və qeyrətli məhbusların hamısının dərdi, qəmi, üsyanı, hiddəti var. Bax, Məryəmin sapı kimi 2 qatdı bədənim. İsıdakı iynə kimi təkcədir qəlbim mənim. Bədənin sapa, ürəyin iynəyə bənzədilməsi olduqca mənalı, təbii və gözəldir. Burada məhbusların əhvalı bariz şəkildə ifadə olunur. Sap incəlmək, ərimək fikrini əla ifadə edir. Forma məzmunu genişləndirir, dərinləşdirir. Ümumiyyətlə, şərq poeziyasında forma hədsiz dərəcədə fəaldır. O, yalnız məzmunu ifadə etmir, ona yeni keyfiyyət aşılayır. Şərq estetik dünyasına xas olan ideallaşdırmağa meyil xüsusi forma gözəlliyi yaradıb. Bədii obrazlar, məcazlar, bənzətmələr, hiss həyəcanı zilə çəkir, zirvəyə qaldırır.
Biz bu cəhəti muğamlarda da hiss edirik. Həmin xüsusiyyət klassik poeziyaya ümumbəşərlik bəxş edir. Xaqaninin həbsiyəsi bütün dövrlərdə zindana düşən günahsızların, əsillərin fəryadına çevrilmişdi. Təbiidir ki, bu qəbildən olan ümumbəşərlik sənətkardan hisslər zənginliyi, fəlsəfi vüsət, qanadlı təxəyyül tələb edir. Başına gələn hadisəni elə dərindən, elə həssaslıqla dərk etməlisən ki, o, rəmz səviyyəsinə yüksəlsin. Bunun üçün dahilik gərəkdir. Xaqaniyə həm belə dahilik, həm də misilsiz şəxsiyyət möhtəşəmliyi verilmişdi. Ona görə də o, həbs haqqında adi şeirlər silsiləsi yox, zindana düşənlərin mənəvi dünyası haqqında dahiyanə, poetik bir dastan yaratmışdı. Rahiblərin paltarı tək, gündüzüm olmuş qara, hər gecə mən rahib kimi başlaram ahüzara. Rahiblərin paltarı çox qaradır. Deməli, zindana salınmaq, qaranlığa salınmaqdır. Rahiblik həm də fəryad rəmzidir. Çox adi, konkret, canlı obraz, daxili dramatizmi bütün gərginliyi ilə açıb göstərir. Qalmışdı təkcə kölgəm, o da getdi aradan. Artıq adım, nişanım silinmişdi dünyadan. Kölgəni itirmək büsbütün yoxluq nişanəsidir. Əzab o qədər böyükdür ki, qəhrəmanın kölgəsini də aradan götürmüşdü. İzdirab elə dözülməzdi ki, qəhrəman adını, nişanını itirmişdi. Ah çəkərkən, təndir tək alovlanaram. Bədənim odlu ilan tək, çıxar alov ağzından mənim. Bədənin təndir kimi alovlanması olduqca təbii və mənalı obrazdır. O, gərginliyin son həddə çatmasını çox gözəl ifadə edir. Divarlar seyr elədi mənim solğun rəngimi, onların da üzləri oldu zəfəran kimi. Başqasına əzab verməyi özünü təsdiq hesab eləyənlər də olub tarixdə. Verdiyi əzabın miqyası ilə öz böyüklüyünü ölçənlər, özgənin istirabı ilə nəşələnənlər, qəhrəmanın əzab odunda qovrulması, yanması, sinəsinə dağ çəkməsi, əzazı ilə qəddara mənfur sevinç gətirərmiş. Qoy zindanda çürüyən, ədalətsiz hökümdarı tanısın. İzdirabda bir qorxu təzyiqi var. Qorxunun miqyası ilə öz böyüklüyünü ölçənlər də olub tarixdə. Qorxudura. Ram deməli, məğlub edirəm. Öz üstünlüyümü, möhtəşəmliyimi sübut edirəm, yüksəlirəm. Əzab vermək həvəsində həm də bir cəllad nəşəsi var. İnsan gücünün məhdudluğuna dərin inam var. İnsan dəmir deyil. Ona görə də onun iradəsini sındırmaq, vüqarını buxovlamaq olar. İnsan dəmir deyil. Deməli, daim şiddətlənən əzab-əziyyət gec-tez onu əyər. Ayağıma sarılmış iki əfi ilandan tavadakı balıq tək qovrulub qəlb, yanır can. Zindandan gələn hər bir fəryada, saraydan gələn sevinç sədaları qarışır. Lakin fəryad daha güclü səslənir. Tərsaların xətti kimi tərsinə işlər fələk. Boynuma bir zəncir salıb saxlar məni rahib tək. Yaralanmış könlüm oxşar barlı arı şanına. Verdiyim bal bulanmışdır ürəyimin qanına. Ancaq ən dəhşətli, fəlakətli anda belə, Xaqani qəhrəmanı vüqarlıdır, özünə inanandır. Xaqani həbsiyəsinin dahiyanı qüdrəti bir də bundadır. Zülümkarın boğuq sədaları məvrurluq kişnərtisini susturmur. Vüqar nidaları fəğan sədalarını qovuşur və böyük bir əzəmətlə səslənir. Boynuma zöhhac ilanı saldı ahəngdar bugün. Çün Firudin xəznəsidir əqli ürfanım mənim. Burada vüqar istirabın son həddində səslənir. Ona görə də o,
ülvilik, qeyri-adilik keyfiyyəti qazanır. Əsil, böyük vüqar buxovlanmaz. Ayağı zəncirli olmaq, mənəviyyatı zəncirli olmaq deyil. Əzab odunda bərkiyən vüqar sönməz. Əqli məndə, feyz məndə, qəlbü can da məndədir. Aləmin təbii nədir ki, verə fərmanım mənim. Möhtəşəm vüqara, əzab əziyyət də bir imtihandır. Güdrətlilər bu imtihandan qələbə ilə çıxırlar. Ülviyəm, ruhaniyəm, qeybi doğuldum cütsdən. Qoy bunu inkar qılsın, xəsm nadanım mənim.